Hər kəsə salamlıq dostlar. Bax, çox adam istəyirdi balaca ölçüdə kamelya gülləri dostlar. Nəhayət gətirmişik. Düzdür, çox sayda gəlməyib əziz dostlar. Bax, kamelya gülləri dostlar. Həmçində ağı var, həm də qırmızısı var. Bir də əziz müştərilər, istəsəniz belə böyüyü də var. Bunda boyu 2 metrə çatır. Deməli dostlar, istəyirəm bu gül haqqında sizə qısaca məlumat verim. Deməli bildiyiniz kimi dostlar, bu gül qışı qalır yaşıl, yarpağını dəyişmir. Bir də istəsəniz həm dipçəklərdə saxlaya bilərsiniz, həm də istəsəniz dostlar, həyətlərdə torpaqlarınıza əkə bilərsiniz. Amma məsləhət dostlar, birbaşa günəşin altında əkməyin, yarı kölgəli yerdə əkin. Bir də dostlar, bu güllər rütubəti sevir, ona görə məsləhəti ki, dibindən su verdikcə dostlar, yarpaqlarına su çiləyəsiniz. Bir də demə dostlar, bildiyimiz kimi bu güllər qışda qönçə verdiyinə görə məsləhətli payız ayında fosfor və kalsium gübrəsindən istifadə edəsiniz ki, sizə bol qönçələr versin. Bir də dostlar, bu vaxtı bunları tam aparıb əkə bilərsiniz. Bu gün iyun ayının 17-sidir, tam əsl bunların dostlar vaxtıdır. Aparıb əkə bilərsiniz. Sual versəz niyə? Niyəsin dostlar? İndi alanda inşallah izah edərik sizə niyə. Buyurun dostlar, gəlin dükanımıza əldə eləyin. Kimisə vaxtı yoxsa da zəng vursun, birbaşa adreslərinizə çatdırma eləyək.